qəlbin aram olmalıq mövzusu o qədər mühüm bir mövzudur ki, bu boşluğu, yəni bir insanın ki, qəlbində aramlıq yoxdursa, təskinlik yoxdursa, onu heç bir şeylə covran etmək, doldurmaq mümkün deyil. Bəli. Yəni bəzən görürsən, adama sorarlar ki, deyirlər ki, mənim o qədər varım, dövlətim var. Məsələn, mən eləyə bilərəm, gedəm Hollandiyada, Amsterdamda məsələn şam yeməyi yeyəm, restoranda, bir dənə restoranda. Ya axşam eləyə bilərəm, gedəm İngiltərədə, Londonda məsələn restoranda bir yemək yeyərəm. Yəni o qədər imkanım var da mənim. Sonra deyir ki, mənim o qədər imkanım var, mən xarici maşınlardan bir şey əldə edə bilmirəm, ləzzət ala bilmirəm. Deyir, gedirəm 100 il bundan öncəki maşınları, antikvar maşınları alıram, onları yığdırıram, bəlkə ləzzət ala bilirim. Ona cavab verirsən ki, sən ki o boşluğu axtarırsan, hər nə edirsən o dolmur, o boşluğu sən qıraqdan heç bir şeyini doldura bilmərsən. O boşluq qəlbin aramlıq boşluğudur. Bəli. Qəlbi əgər o aram olmazsa, təskini tapmazsa, heç bir şeylə onu doldurmaq mümkün deyil. Ona deyirlər, insanın qəlbin aram olmalıdır. Bəli. Yəni biz təsəvvür edirik ki, bir insan düşüb zindana, zindanda olan bir insana nə qədər burada ona yaxşı baxsan, yeməyin içməyin təmin etsən, bütün rifahını orada hazırlayasan, o rahat olmayacaq. Niyə? Çünki o zindandadır. Bəli. O bir nigarançılığı onun aramlığını aparıbdır. Bəli. İnsana dünyada insanın qəlbi aram olmazsa, ki inşallah bəzi şeylər var ki, insanın qəlbini aram edir, o özü bir mövzudur. Bəli. İnsanın qəlbi aram olmazsa, mənəviyyat dolu olmazsa, insanda qıraqdan yemək, içmək, gəzmək, dolanmaq onu doldura bilməz. Və bu müqəddəs Ramazan ayında ən mühüm öhdəliklərindən onun insanın maddi və mənəvi təsirləri, mənəvi təsirləri ibarətdir ki, qəlb aram olur. Ona görə ki, bu ayda insan yox deməyi öyrənir. Bəli. Yəni bu ayın insana mənəvi təsiri budur ki, insanın qəlbi aram olur. Səbəb bu olur ki, insan yox deməyi bacarır. Məsələn, biz müqəddəs Ramazan ayında görürsən, insan 14 saat, 16 saat açsız qalır. Orucu vaxtindən özünü saxlayır. Məsələn, açır xalqın qapısını, görür bütün Allahın şirin nemətləri orada, suyuq soklar, sonra meyvələr. Baxırsan, deyirsən ki, yox, mən Allahla əhd bağlamışam. Mən axşam iftara kimi bu işi görə bilmərəm. Yəni bu iş insanda səbrin, insanın iradəsini təqviyyət elətdirir. İnsana bu aramlıq bəxş edir. O ki, Allah Quranda buyurur ki, Ələ bi zikrilləhi tətmə'inul qulub. Qəlblər yalnız Allah'a zikretməyin aramını tapar. Yəni biz bu ayda namaz qılmalığımızla, oruç tutmalığımızla, bu xeyir əməllərimizlə elə bilik, qəlbimizi aramlaşdırırıq.